tarixindən Rusiyanın Azərbaycan işğalına başlaması dərslərini davam edirik. Deyək ki, ümumiyyətlə Rusiyanın Azərbaycan işğal etmək planları var idi çoxdan. Biz bunun məsələn əvvəl Şah II Abbaslı oxuyanda həmin hissəni demişdik ki, Şah II Abbasın dövründə Rusiya Azərbaycan sərhədlər ərazisi hissəsinə terek qalalar tikməyə başladılar. Xüsusilə orada terek qalasının tikilməsi, daha sonra aralarında münaqişənin olması 1653-62-ci illər. Yəni Rusların Azərbaycan işğal etmək planları əvvəldən də var idi. Biz bunu 1722-23-də də görürük, Pyotrun hücumundan görürük. Pyotr bu dövrdə 22-23-cü illərdə Azərbaycanın hücuma başladı. Müəyyən Xəzər sahili ətraflı ərazilərdə möhkəmləndi. Amma daha sonra geri çəkildilər. 1796-cı ildə 2-ci Valerian Zubov hücum etdi. Burada yenə möhkəmlənə bilmirlər. Yekaterinanın ölümü və Pavelin qoşunları geri çəkməsi. Ümumiyyətlə deyək ki, Xəzər dənizi və Şimal Qafqazda Rusiyanın möhkəmlənməsi 16-cı əsrdə Qazan və Həştərxan xanlıqlarının işğalından başlamışdı. Bundan sonra Rusiya 18-ci əsrdə 2 dəfə təşəbbüs göstərdi Azərbaycan işğal etməyə. Burada mühüm bir nailiyyət əldə edə bilmədi. Daha sonra deyək ki, Rusiya Azərbaycan işğalçı planları vardı. Baxaq görək ki, Rusiya Azərbaycan işğal etmək istəyirdi. Azərbaycanda həmin dövrdə vəziyyət necə idi? Azərbaycanda vahid dövlət yox idi, bilirik, xanlıqlardır. Və hətta xanlıqlar belə zəifləmişdilər. Məsələn, Qubalı Fətəli ölümü, o hansı ərazilər birləşdirilmişdi, Şimal-Şərqi Azərbaycan torpaqlarının və vahid dövlətin olmaması, xanlıqların da bu dövrdə zəifləməsi, bir-birinə olan ədavətləri Rusların Azərbaycana qarşı olan işğalçı planlarını belə də sürətləndirdi. Daha sonra pərakəndəlik vardı, feodal pərakəndəlik. Xanlıqlar bir-birinə mübarizə apardılar. Bu başqa məsələ idi. Hətta xanlıqların içərisində belə hakimiyyət uğrunda mübarizələr gedirdi. Bu da Rusiyanın bu əraziləri işğal etməsini asanlaşdıran amillərdən biri olacaqdır. Və ən mühüm amillərdən biri Rusiya 1787-91-də Osmanlılarla müharibə aparır və Osmanlıları məğlub edir. 1791-ci ildə Yaxsı müqaviləsi bağlanır. Osmanlı məğlub ölkə olacaqdır. Və Osmanlılar Rusiya Cənubi Qafqazı işğal edəcəyi bir ərəfədə Osmanlıların məğlub olması Osmanlılara imkan vermədi ki, burada Rusiya ilə mübarizə aparsın. Məsələn, Osmanlılar əvvəlcə Rusiya 1722-23-cü ildə Pyotrun vaxtını hücum edəndə nə etdi Osmanlılar? Osmanlılar da hücum etdi və Osmanlılar buranın tamamilə Ruslar tərəfindən işğal olmasının qarşısını aldı. Amma bu dəfə isə Osmanlılar hücum edə bilməyəcəkdir. Ümumiyyətlə 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlləri Azərbaycan torpaqları uğrunda dövlətlərin maraqları var idi. Burada əsas maraqlar bizə ən vacib olan Rusiyanın marağıdır. Rusiya Osmanlıya qarşı bu ərazidən istifadə etmək istəyirdi. Çünki Azərbaycan bir hissəsi Osmanlıdan sərhədə dayanırdı və gələcəkdə Osmanlıla aparacaq müharibələrdən Azərbaycan ərazisindən mühüm coğrafi stratejik ərazi olaraq istifadə etmək istəyirdi, planlar vardı. Həmçinin Şimal Qafqazda dağlılar hərəkatına qarşı mübarizə aparmağı asanlaşdırdı. Bu Rusiyanın Azərbaycan üçün siyasi maraqlarından idi və eyni zamanda Rusiya İngiltərin Osten şirkətinin ticarətinə zərbə vurmağı planlaşdırdı Azərbaycanı ələ keçirməklə. Burada Rusiyadan başqa, məsələn, Fransanın İngiltərə maraqları vardı. Onlar cəmi Fransa, İngiltərə, Osmanlı, Qacarlar, bunların maraqları demək olar ki, eynidir. Bunların bir də maraqları var ki, Rusiyanın bu əraziləri işğal etməsinin qarşısını almaq, Rusiyanın regionda, yəni Cənubi Qafqazda möhkəmlənməsinin qarşısını almaq idi. Daha sonra bu dövrdə 19-cu əsrin əvvəllərində 1801-ci ildə Qacarlarla ingilislər arasında siyasi və ticarət müqaviləsi bağladı. İngilislər Qacarlardan tam belə asılı olmasa da asılı hala düşmüş sayıldı və İngilislər Qacarların daxili işlərinə qarışmağa başladılar və bir növ deyək ki, burada İngilis və Fransızlar Qacarları dəstəkdirdi Rusiyaya qarşı. Daha sonra belə bir vaxtda deyək ki, Kaxetiya hakimləri və Azərbaycan bəzi xanlıqları Qacarlarla əlaqə saxlayırlar. Bunu öyrənən 1-ci Aleksandr 1801-ci ildə manifest imzalayır. Bundan biraz əvvəl geçsək, biz bilirik ki, Şərqi Gürcüstan 1783-cü ildə Rusiyadan asılı hala düşmüşdü. Yəni, Şərqi Gürcüstan xarici müstəqilliyini itirmişdi, daxili müstəqilliyini saxlayırdı. Və bundan sonra bu manifestə əsasən deyir ki, Şərqi Gürcüstan daxili müstəqilliyi ləğv edilir və burada Gürcü Rusiya tabi olan Gürcü quberniyası yaradılır. Həmin vaxtda Azərbaycandan Qazax, Şəmkərdə, Borçalı, Lor və Pənbək ərazilərdə birləşdirilir Rusiyaya. Bir növ Gürcüstana birləşdirilir, Gürcüstan artıq Rusiyanın bir quberniyası idi. Yəni, burada sual ola bilər ki,
Qafqazda İç quberniya nə vaxt yaranmışdır? Bunu deyək, Gürcü Qafqazda İç quberniyanın yaranması deyək ki, 1801-ci ildə olacaqdır. Və Qazax Şəmşəhərdə Borçalı'nın birləşməsindən Rusiya Azərbaycan torpaqlarının işğal edilməsinə ilk addımı atmış oldu. Rusiyanın 1801-ci il atdığı addıma qarşı gəlməsi Gəncə və İrəvan xanlıqları idi. Etiraz edirlər. İrəvan xanı Pənbəş əhalisinə müraciət edir və onların İrəvanla məskunlaşmasını istəyirdi. Pənbəş əhalisinin müəyyən bir hissəsi gəlib ki, İrəvanla məskunlaşmışdır. Və eyni zamanda Gəncə xanlığı da Şəmşəhdilər ərazisinin Gəncəyə birləşdirməsini istəsə də bu mümkün olmur. Şəmşəhdilər yenə qalırdı, hansı ki, Gürcü quberniyasının tərkibində, Rusiyanın tərkibində qalacaqdır. Deməli, Rusiya Azərbaycanı işğal etmək istəyəndə ilk öncə əsas məsələsi nə idi? Azərbaycan xanlarını aldadıb öz tərəfinə çəkmək və Azərbaycan xanlarının xüsusilə Xəzər ətrafında yerləşən xanlar və yaxud da digər mühüm strateji ərazilərdə yerləşən xanların Osmanlılar və Qacarlarla əlaqələrini kəsmək istəyirdi. Bunun üçün 1802-ci ildə Georgiyevski müqaviləsi imzalayır və buna əsasən Quba və Lənkəran xanlıqları Rusiya ilə bu müqaviləni imzaladılar və müqavilənin şərtinə əsasən deyir ki, bu xanlar öz istəkləri ilə, öz arzuları ilə Rusiyanın himayəsinə keçə bilərdilər. Xəzər dənizində Rusiya ticarəti, gəmçiliyi inkişaf etdirəcəkdir. Bu xanlıqlarda belə sıradan ərazilər deyildi. Quba ilə Lənkəran Xəzər ətrafında yerləşən strateji ərazilərdir. Yəni bu dövrdə belə bu Xəzər ətrafı ərazilərdə güclü xanlıqlarından biridir. Və Rusiya da Azərbaycanı işğal etmək üçün bu xanları öz tərəfinə çəkməsi deyək ki, taktiki addım sayılırdı. Eyni zamanda bu xanlar, Quba və Lənkəran xanları əgər Rusiya burada Qacarlara qarşı mübarizə aparacaqdırsa, Quba və Lənkəran da Rusiya ilə birlikdə Qacarlara qarşı mübarizə aparacaqdılar. Daha sonra deyək ki, burada Cənubi Qafqazı işğal etmək üçün Siyonov rəhbər təyin olunur Rus qoşunlarının. Siyonov ilk hədəfini Çar Balkanı seçir. 1803-cü ildə hərəkətə başlayır. Çar Balkanı seçməsinin əsas səbəbləri nələrdir? Deyək ki, Çar Balkan şimalda yerləşirdi və o ərazini tutandan sonra Azərbaycana asanlıqla, yəni Şimali Azərbaycana söhbət edir, işğal etmək asanlaşacağı idi. Həmçinin dağlıq xalqlarla Çar Balkan ərazisində olan insanların hansı ki, əlaqəsi kəsəcəkdir ki, Şimali Qafqazda ümumiyyətlə Çar Balkanın yuxarı hissəsi Şimali Qafqazda, Şimali Qafqazda Ruslara qarşı hərəkat var idi həmin dövrdə. Və Çar Balkan əhalisi də, o əhalidə Şimali Qafqazda olan hərəkatla bir-birinə əlaqə yaradırdılar. Həmin əlaqəni kəsmək üçün ilk hədəf deyir ki, Çar Balkanı seçiləcəkdir. Deyir ki, Siyonov Rus ordusunun kolonlarını təmin olunur 1803-cü ildə və ilk hədəfi Çar Balkanı seçilir. Çar Balkanı mühüm strateji coğrafi yerdə yerləşirdi. Çar Balkanı tutduqdan sonra Azərbaycanın digər ətraf ərazilərinin, şəhərlərini, xanlıqlarını işğal etməkdə hasil olacaqdır. Eyni zamanda Şimali Qafqazda olan dağlıq xalqlarla bunların əlaqəsi kəsiləcəkdir. Qanlıq döyüşündən başlayır burada. Deyək ki, Qanlıq döyüşündə 1803-cü ildə burada Ruslar qalib gəldilər, Balkanı tutdular. Daha sonra Çarı yandırırlar, Balkanı tuturlar, Antlı öhdəlik imzalanır. Baxın, Antlı öhdəlikdə nə var? Deyək ki, Çarlılar daxili müxtariyyəti saxlayırlar. Yəni, xarici asılılıq qəbul edirlər, xarici müstəqillik etirirlər, daxili müxtariyyət saxlanılır Çar Balkanda. Burada Rus qoşunu saxlamalıydı. İpəklə xərəc verməlidir. Baxın, İpəklə xərəc buradadır, 8000 çevron xərəc isə Kürəkçayda olacaq. Bu, bunun fərqi olacaq. Kürəkçayı izah edəndə orada bir də qeydəcəm. Amma burada isə sadəcə İpəklə xərəc verməlidir və sədaqət olaraq girovlar verməlidir Ruslara. Bundan sonra deyir ki, Çarlar 1803-cü ildə Antlı öhdəlik bağladıqdan sonra verdiyi vədləri yerinə yetirmirlər. Məsələn, İpəklə xəracı vermirlər və yenidən Rus ordusu bura gəlir. Hücum etdiyi zaman Zaqatala döyüşü olur tərəflər arasında 1804-cü ildə. Burada Rus general Qulyakov öldürülür və bundan sonra Ruslar əlavə qüvvə gətirirlər bura. 1804-cü ildə sonlarında təxmini həm Çar Balkanı yenidən işğal olunur, həmçində ki, İlisu işğal olunur. Burada iki dənə döyüş var. Bir Qanlıq döyüşü var, yardımcı saxlayın. Bir də ki, Zaqatala döyüşü var. Qanlıq döyüşü deyir ki, Ruslar qalibdir burada. 1803-cü ildə olmuşdur və Çar Balkanı tuturlar, Antlı öhdəlik imzalayırlar. 1804-də Zaqatala döyüşündə isə Ruslar məğlub olur, Qulyakov öldürülür. Bundan sonra bura Rus ordusu gəlir Çar Balkanı tutur.
Rusların Gəncəni işğal etməsindən davam edirik. Baxaq görək Gəncəni hansı formada işğal edir Ruslar. Rusların Gəncəni işğal etməsində məqsədləri var idi. Deyir ki, daha doğrusu səbəbləri var idi. Gəncə xanlığı digər xanlıqlarla əlaqə yaradırdı və həmin dövrdə Ruslara qarşı mübarizəyə digər xanlıqların zərbə etməsindən çəkinirdi Ruslar. Həmçinin Gəncə xanlığı hansı ki 1801-ci il manifestinə qarşı çıxaraq Şəmkərdə bir müddət himayə etmişdir. Həmçinin Gəncəni işğal etmək açar rolunu oynayırdı. Yəni Gəncə elə bir strateji mövqedə yerləşirdi ki, Çar Balşandan sonra digər xanları işğal etmək çox asanlaşacaqdır. Həmçinin daha sonra əgər Azərbaycanı işğal etmək üçün Qarabağa yönəlmək üçün Gəncə çox mühüm yerdə yerləşirdi. Deyir ki, əvvəl Sisyanov Cavad xana məktub göndərir. Danışma da qızım. Əvvəl Sisyanov Cavad xana məktub göndərir. Və məktubda Cavad xanı təhdid edirdi açıq-aşkar. O məktubun içəriğini öyrənməsək olar. Yəni, o məktubun durub sual kimi qarşımıza çıxan deyil, nə də ki variantlar veriləsi deyil. Hansısa testlərdə qarşımıza çıxa bilər, amma hansısa imkandan ondan istifadə etməkdir. Gəncə xanlığı ilə Ruslar arasında Qurqovu döyüşü oldu 1803-cü ildə. Bu döyüşdə deyir ki, Gəncə xanlığına bir neçə xanlıq kömək etmişdir. Məsələn, Qarabağ xanı İbrahim Xəlil xan Rus pərəst idi, daha sonra biz onu qeyd edirik. Amma deyir ki, Gəncə xanına 2 dənə top göndərmişdi, az da olsa, çox da olsa. Amma Qurqovu döyüşünə deyir ki, Gəncə xanlığı Cavad xan mübarizə göstərsə, daha sonra məğlub olub geri çəkilir. Çünki üstünlük Rus qoşunlarına və yaxud da Sisyanov gedir. 1804-cü ildə Gəncə xanlığı işğal olunacaqdır, ləğv edib dairəyə çevrildi və burada kommunist idarə etmə sistemi yaradıldı. Gəncə xanı olan Cavad xan və oğlu Hüseynqulu xanlar birləşdilər, burada qəhrəmancasına şəhid olacaqlar və həlak olacaqlar. Baxın, burada nədir? Bu xanlığın işğal edilməsinin dövründə, yəni görürsünüz, çox məlumatlar yoxdur. Sadəcə biz burada ən çox nə qarşımıza çıxır? Məsələn, 1-ci Rus-Qacar müharibəsi dövrünə aiddirmi Gəncə xanlığının işğalı, yoxsa aid deyilmi? Deyir ki, aid deyil. 1-ci Rus-Qacar müharibəsi başlamamışdan əvvəl işğal olunmuşdu Gəncə xanlığı. Bunu yadımıza saxlayaq. Rusiya Gəncə xanlığını işğal edəndən sonra deyir ki, mənəvi cəhətdən üstünlük yaratdı Rus ordusunda, Ruslarda hərbi strateji üstünlük əldə etdilər Gəncə ələ keçirməsindən və Gəncədən qala kimi hərbi baza kimi istifadə etməyə başladılar. Və deyir ki, Çar Balkan və Gəncədən sonra Rusların əsas hücum hədəfləri İrəvan olacaqdır. Deməli, bundan sonraki dərsə başlayaq. 1-ci Rus-Qacar müharibəsi və dərs 52. Gəncə xanlığı işğal olunandan sonra bu Qacarların Gəncəni müdafiə etməkdə ləngimələri böyük səhvləridir. Və bunu biraz gec başa düşürlər. Bundan sonra Fətəli Şah Aleksandra məktub göndərir və ona ultimatum verir ki, Cənubi Qafqazda işğal edildikləri torpaqlardan çıxmalısınız. Əlbəttə ki, bunu Aleksandr qəbul etməyəcəkdir. Bundan sonra isə onlar arasında diplomatik əlaqələr kəsilir və müharibələr başlayır. Deyərik ki, bu zaman müharibələr başlayanda, yəni 1-ci Rus-Qacar müharibəsi başlayanda Qazax, Borçalı və Çar Balkan ərazisində Ruslara qarşı üsyanlar baş verir. Bunlar necə lazımdır? 2-ci Rus-Qacar müharibəsini keçəndən sonra bunlarla onu birləşdirəcəm. 1-ci Rus-Qacar müharibəsində hansı ərazilərdə müharibənin əvvəlində üsyanlar baş vermişdir? 2-ci Rus-Qacar müharibəsində də var. Onlar birləşdirilir, onlar bizə lazım olacaq. Onlar testlərdə qarşımıza çıxmış olacaqdır. Bu müharibənin əvvəlində əsas hücum hədəfləri deyir ki, İrəvan idi və İrəvanı tutmaq üçün Sisyanov hərəkətə keçir. Burada 3 kilsə və qəmərli döyüşlər var. Hər iki döyüşdə Qacarlar qalib gəlir. Çünki İrəvan xanı deyir ki, Məhəmməd Hüseyn xan Qacar müdafiəni yaxşı təşkil etmişdir. Həmçinin Qacarlar da artıq İrəvan xanına burada dəstək verirlər. Bundan sonra Sisyanov görür ki, yəni Ruslar görür ki, İrəvanı belə asanlıqla tuta bilmədilər. Yəni İrəvan qalası belə də Şuşa qalasına nisbətən daha əlverişli yerdə yerləşirdi. Onun üçün Qarabağı ələ keçirmək üçün diplomatik yola əl atırlar. Və Qarabağ xanına İbrahim Xəlil xan tabe olması üçün məktub göndərirlər. İbrahim Xəlil xan əyalət şurasını toplayır. Bəylər deyirlər ki, tabe olmayaq Ruslara. Bəylər deyirlər ki, İbrahim Xəlil xan tabe olmayaq Ruslara. Amma İbrahim Xəlil xan Ruslara tabe olur və Ruslarla Kürəkçay müqaviləsini imzalayacaqdır 1805-ci ildə. Ayları öyrənməyə ehtiyac yoxdur. Xronoloji olaraq düşən deyil bizə, narahat olmayın. Deyir ki, müqaviləyə əsasən Rusiya əhalisi və yaxud da Rusiya Qarabağ xanlığı Rusiya əbədi olaraq Rusiya birləşdirilir. Eyni zamanda daxili idarə etmə hüququ saxlanılır
və xan nədir? Bir çox məsələlərdə Qarabağ xanı Gürcüstandakı Rusiya nümayəndəsinə məsləhətləşməlidir. Eyni zamanda yeni Qarabağ xanının seçilməsində Rus çarı təsdiq etməlidir. Və ümumiyyətlə bu xanlar deyir, Qarabağ, Şəki, Şaman xanlarda hamısı daha sonra deyir ki, Rus generalı rütbəsi daşıyırlar. Qarabağ Azərbaycanın qapısı adlandırırdılar Rus generalları. Bunun üçün Qarabağı işğal etmək Ruslar üçün çox əhəmiyyətlidir, çox mühüm idi. Rus ordusunun Kürəkçay müqaviləsinə əsasən Qarabağda saxlamalıdırlar və 8000 çevron xərac verməlidirlər. Baxın, bundan əvvəl antlı öhdəlicə geçsək nə vardı antlı öhdəlicdə? Var idi, daxili idarə etmə hüququ saxlanılırdı, orada da var idi, burada da var. Rus ordusu orada da qalmalıydı, burada da qalmalıydı. Daha sonra xərac, orada İpəkdə xərac verirdi. Burada isə 8000 çervon xərac verirdi. Bu 8000 çervon orada artıq fərqli olacaq. Bundan sonra deyək ki, 1804-cü il döyüşlərində, 1-ci Rus-Qacar müharibəsinin 1804-cü il döyüşlərindən desək, ümumiləşdirsək, deyərək ki, hər iki döyüşdə Qacarlar qalib gəldi, İrəvanı tuta bilmir Ruslar, buradan geri qayıdılar. Daha sonra Qarabağ, Şəkinin Şamaxını 1805-də birləşdirirlər özlərinə, müharibə etmələr, sülh yoluna. Əvvəl Qarabağ və Şəkini tuturlar, daha sonra Qarabağla İbrahim Xəyal xan və Şəkili Səlim xanla Siyanov birlikdə gedirlər Şaman xanı mühasirəyə alırlar, Şaman xan Mustafa xan gedir Fid dağına, daha sonra görür ki, Rus ordusu çoxdur və Rus ordusuna tabi olur. Baxın, burada incə detal nədir? Deyir ki, Qarabağ, Şəki Kürəkçay müqaviləsini imzalamışlar. Amma Şaman xanı Kürəkçay müqaviləsinə oxşar bir müqavilə imzalamışlar. Bu mövzunun içində çoxlu məktublaşmalar var və situasiyalarda aşağı hissələrdə verilir. Əgər o bizə maraqlıdırsa, onu öyrənə bilərik. Amma hansılar ki düşür, onları mən sizə qeyd edirəm. Hansılar ki düşmür, onları qeyd etmirəm. Onları öyrənməyə ehtiyac yoxdur, narahat olmayın. Daha sonra buradan irəliləyək 1805-ci ildə, 1805-ci ildə Rus-Qacarlar arasında yenidən iki döyüş olacaqdır. Deyək ki, Abbas Mirzə Qacar qoşunun başçısıdır. O, Qarabağa hücum edir, Şahbulaq döyüşü olurdu aralarında və qalib gəlir. Daha sonra, qalib gələndən sonra istəyir ki, bütün Gəncəndə əl keçirsin. Bundan sonra Qazaxa gedir və Qazaxda Qazax ərazisinin üsyanını qaldırmaq istəyir, amma Qazaxda Rus ordusuna alanında baş verən döyüşdə yaralanır. Bundan sonra deyək ki, öz ordusundan bir yerdə Araz çayını keçirlər Qacar tərəfinə və ümumiyyətlə 1805-ci döyüşlərində uğurlu olan Ruslar olur. Qacarlar bu hərbi kampaniyada məğlub olurlar. Deməli, bunları birləşdirsək, bunların xronologiya kimi bizə düşməyəcək. Amma məsələn, sual Rus-Qacar müharibəsindən, döyüşlərdən gedəndə bilməliyik ki, hansı döyüşdə kim qalib gəlib, nəticəsi nə olub. İşğal olunmuş xanlıqlar. Bilməliyik ki, məsələn, Qarabağ, Şəki, Şamaxı burada 1805-də işğal olunmuş olacaqdır. Daha sonra, burada gələk Dərbənd, Bakı və Qubanın işğalı və yaxud da ləğv olunmasına. Deyirik ki, Ruslar ümumiyyətlə Bakıya çox önəm verirlər. Ruslar Bakıya çox önəm verirlər. 1805-ci ildə burada desant çıxardılar, lakin bu uğursuz olub müəyyən bir müddət. Amma daha sonra 1806-cı ildə Siyanov məktub göndərir Bakı xanına. Və Bakı xan da deyir ki, mən birbaşa açarı özüm sənə təhvil verəcəm və bu vaxtda İbrahim bəy Siyanovu öldürür. Bundan sonra Ruslar müvəqqəti olaraq burada Bakını tuta bilmirlər, amma daha sonra deyir ki, Rus ordusu təşəbbüslər ələ alaraq 1806-cı ildə ilk öncə Dərbəndi tuturlar, ləğv edirlər. Bundan sonra Bakını 1806-cı ildə tuturlar, ləğv edirlər. Baxın, buraya yazılır tutmaq və ləğv. Yəni, həm tutmuşdular eyni ildə 1806-da, həm də ki, ləğv etmişlər. 1806-cı ildə Qubanı da tuturlar, amma Qubada Bakı xanı 2-ci Məhəmmədin başçılığında əyalət şurası yaratmış olacaqlar. Əyalət şurası da Qubada 1806 və 10-cu illərdə olacaqdır. Ruslar 1805-ci ildə, hansı ki, dedik ki, Azərbaycan xanlarının özünə tabi etdilər, Qarabağ, Şəki, Şaman xanlıqları. Bundan sonra 1806-cı ildə Dərbəndi, Bakını və Qubanı işğal etdilər və Azərbaycanın mövqelərini möhkəmləndirdilər. Ondan sonra Rusların buradakı mövqelərinə zərbə vuran hadisə oldu. İbrahim Xəyal xanın 1806-cı ildə Lisanis tərəfindən öldürülməsi və bundan sonra Rusiya tabi olmuş bütün ərazilərdə Ruslara qarşı demək olar ki, üsyanlar başladı. Bu üsyanlar Şəkidə başladı. Şəki də 1805-də Rusiya könüllü birləşmişdi. Çar Balkəndə başladı və Qubada başladı Ruslara qarşı üsyanlar. Və bunlar ən böyük üsyanlardır. Və deyir ki, burada Şəki xanlığında Şəki xan, Səlim xan, İbrahim Xəyal xanın öldürülməsinə qarşı çıxır və 1806-cı ildə üsyana başlayır. Lakin deyir ki, bu döyüş Şəki döyüşündə Səlim xan məğlub olur
və burada Səlim xan daha sonra Qacar sarayına qaçacaq və ruslardan ibarət olan müvəqqəti idarə yaradılacaqdır. Deyir ki, Şəkidə müvəqqəti idarə yaradılmışdır, Qubada əyalət şurası yaradılmışdır. Yadımıza saxlayaq. Daha sonra burada deyir ki, Şəkinin xanları rusların tərəfindən keçmiş Xoylu Cəfərqulu xan Şəki xanı təyin olunur və daha sonra o Xoyda olan Azərbaycan və ermənilərin müəyyən hissəsini Şəkiyə köçürmüş olacaqdır. Yəni ermənilərin köçürülməsi deyəndə bu Xoylu Cəfərqulu xanı mütləq yadımıza saxlayırıq. Xoylu Cəfərqulu xan kim idi? Rusların tərəfindən keçmişdir və daha sonra Şəki işğal olunandan sonra 1806-cı ildə bu hansı ki Səlim xanın üsyanından sonra bura xan təyin olundu və o da Azərbaycan və ermənilərin həmin Cənubi Azərbaycanda yaşayan müəyyən ermənilər bu əraziyə köçürmüş olacaqdır. Daha sonra burada Şəki xanlığında baş verən üsyanla paralel Çar Balkəndə olan üsyanda ruslar yatırmış olacaqlar. Daha sonra Quba üsyanından danışaq. Deyir ki, Quba 1806-cı ildə işğal olunmuşdur. Burada əyalət şurası yaradılmışdır. Şeyxana xanla 1810-cu ildə üsyana başladı və Cilcilçay döyüşündə 1810-cu ildə rusları məğlub etdi. Əvvəl rusları məğlub edir və Şeyxana xana bir neçə qüvvələr burada kömək edirdilər. Onların adlarını əzbər yadımızda saxlamaq çətindir. Yəni onları öyrənməyin, belə deyim. Amma ki, mühüm olan məsələ burada nədir? Quba üsyanı, Cilcilçay döyüşü, 1-ci Rus-Qacar müharibəsinə aid deyil, amma dövrünə aiddir. Baxın, 1-ci Rus-Qacar müharibəsi dövrünə aid, amma müharibəsinə aid olmayacaq. Bu Şəki döyüşü də eyni məsələdir. Yəni 1-ci Rus-Qacar müharibəsi dövrünə aiddir. Rus-Qacar müharibəsinə aid olmayacaq. Və eyni zamanda Cilcilçay döyüşü. Bundan sonra deyir ki, ruslar əlavə qüvvələr gətirirlər və Quba xan, Şeyxana xanı məğlub edirlər və burada olan hansı ki, əyalət şurasını ləğv edirlər, Qubanı işğal edir, Qubada komandant idarə etmə sistemi yaradılır 1810-da. Bundan sonra deyir ki, burada Rus-Osmanlı müharibəsi var. 1806-12-ci illərdə Rus-Osmanlı müharibəsi olacaqdır. Gümrü döyüşü var. Gümrü döyüşündə deyir ki, ruslar qalib gəlirlər. Daha sonra Osmanlılarla Buxarest müqaviləsini bağlayırlar. Buxarest müqaviləsinin şərtinə əsasən Osmanlılar Rusiyanın Cənubi Qafqazdakı işğallarını tanıyırlar. Bundan sonra deyir ki, İrəvanı ruslar birinci dəfə 1804-cü ildə mühasirə almışlar. İkinci mühasirəsi 1808-ci ildə olacaq. Bunu dəqiq yadımıza saxlayaq. Yenə də uğursuz olurlar. 1808-1809-cu illərdə bu mühasirə vaxtda. Bundan sonra deyir ki, ruslar Qarabağ döyüşündə Rus-Qacarlar arasında baş vermiş, yəni Rus-Qacar müharibəsinə aiddir. Və burada Qacarlar qalib gəlir 1809-cu ildə. Bundan sonra Aleksandr əsas diqqətini Napoleona və yaxud da Avropaya yönəldəcək. Deyir ki, Qudoviçi göndərəcəklər, onun yerinə Tormosovu gətirəcəklər. Həmçinin Tormosova da tapşırıq verəcəklər ki, siz dərhal Qacarlarla sülh danışıqlarına başlayın. Və belə bir anda, hansı ki 1809-cu ildə gəlmişdir, buna tapşırıldı ki, Qacarlarla sülh danışıqlarına başlayın. Eyni zamanda Abbas Mirzə də 1809-10-cu illərdə ruslara qarşı aparılan Qarabağda, Gəncədə uğursuz olacaq və bunlar da sülh danışıqlarına başlayacaqlar bir-birinin. Amma sülh danışıqlarının yarımçıq qalmasının əsas səbəbi nə idi? Lənkəranın statusu. Ruslar da istəyirdi Lənkəran ruslarda qalsın, Qacarlar da Lənkəranı mühüm belirlikdə dəniz sahilində, Xəzər dənizinin yaxınlığında sahilində yerləşdiyi üçün ruslara güzəştə getmək istəmirdi. Burada İngiltərə amili də vardı. İngiltərə Lənkəranın birbaşa belirlikdə ruslardan asılı hala düşməsini, rusları birləşdirməsini istəmirdi. Yəni burada xüsusən deyir ki, bu sülh danışıqlarının yarımçıq qalmasının əsas amili nə idi? Lənkəran məsələsinin düyünə düşməsidir. Bundan sonra hərbi əməliyyatlar davam edir. 1812-ci ildə Qacarlar qalib gəlirlər və Qacar qoşununda ruh yüksəkliyi yaşanır. Çünki həmin dövrdə Napolyon Fransasından da ruslar bir tərəfdən digər cəbhədə müharibə aparırdılar. Abbas Mirzə işğal edilmiş əraziləri geri qaytarmaq üçün Sultanbud döyüşündən sonra döyüşləri davam edirlər. Deməli, daha sonra Aslanduz döyüşü olacaqdır. Aslanduz döyüşündə deyərik ki, 1812-ci ildə Qacarlar məğlub oldular və bundan sonra Abbas Mirzənin Araz çayının o tərəfinə atdılar. Bir də Araz çayının o tərəfinə nə vaxt atmışlar? 1805-ci ildə Zəyan döyüşünü yadımıza saxlayaq. Bundan sonra deyir ki, Lənkəran qalası mühasirəyə düşür. Hətta Lənkəran qalasını qurudan və dənizdən Rus donanması, Rusiyanın Xəzər donanması vardı, mühasirə alırlar. Burada Sadıq xan sonuna qədər döyüşmüşdür deyirik və 1812-ci ildə 1812-ci ilin sonu, 1813-cü ilin əvvəlində Lənkəran işğal edilmiş olacaq. Təxminən 1813-ə düşəcəkdir bu.
Bundan sonra tərəflər arasında sülh danışıqları bərpa olunur və Gürcüstan müqaviləsi bağlanır 1813-cü ildə. Gürcüstan müqaviləsinə əsasən Şimali Azərbaycanda İrəvan və Naxçıvan xanları istisna olmaqla digər xanlıqlar ərazidə birləşdirilib Rusiyaya, Lənkəran da daxil olmaqla, İrəvan və Naxçıvan istisna olmaqla, İrəvanla Naxçıvan Qacarlarda qalır. Deyək ki, Xəzər dənizində donanma saxlamaq hüququ yalnız ruslara verilir. Rus tacirləri İranda gəlib istədikləri, yəni Cənubi Azərbaycanda Qacarlarda istədikləri qədər ticarət edə bilərdilər, gömrük rüsumundan azad olunurdular. Eyni zamanda hər iki dövlət bir-birinin arasında diplomatik korpuslar yaradılırdı. Gürcüstan müqaviləsinə separat akt da əlavə olunmuşdu. Yəni, sərhədlər məsələsinə gələcəkdə baxa bilərdilər.